İbn Hüseymini oranın məliki gəlir ziyarət eləməyə. Yanında da əməkdaşlar. Görürlər ki, İbn Hüseymin evi yaxşı ev deyil. Yəni yaşadığı yer. Yəni yaraşmaz imama. Özünə şeyxə o evdə yaşamaq belə deyək də çox kasıb bir evdə yaşayır. Otaqları balaca, sonra hündürlüyü balaca və yəni necə deyilə bizdə? Daxma kimi, təbiri doğrusa. Məlik deyir ki, burada yaşayırsan, deyir ha. Yanındakilara deyir ki, buna bir dənə evdir. Dərhal buna bir ev verməlidir. Yəni İbn Hüseyminə yaraşan bu evdə yaşasın. Subhanallah, subhanallah. Deyir ki, o məlikə, deyir, narahat olma, deyir, Allah razı olsun. Mənim evim var, deyir. Bizim evimiz var, deyir. Deyir, Huneyzədə deyir, bizim evimiz var, deyir. O da deyir, arxayın olur da, mutmain edir onu. Deyir ki, yaxşı. Deyir, köçəcək, deyir ora. Subhanallah. Deyir, ora köçəcək, deyir. Məlik gedəndən sonra tələbələr soruşur, deyir ki, bəs şeyx, sən deyir, biz bilirik, sən evin yoxdur. Deyir, məgər deyir, qəbirstanlıq deyir, Huneyzədə deyil mi, deyir. Subhanallah. Ora köçəcək, deyir. Bizim əsliyimiz deyir, oradır. Həqiqətən bu alimlər Rabbani alimlər idi.